Tədbirdə əvvəlcə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan giriş nitqi ilə çıxış etdi. O, forumun roluna toxundu, burada çox nüfuzlu qonaqların iştirak etdiyini dedi. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış etdi. Türkiyənin dövlət başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq forumun bu baxımdan roluna toxundu. Qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən çox nazir olmaqla ümumilikdə 140 ölkədən 450-yədək çox yüksək səviyyəli nümayəndə iştirak edir. Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit Okean hövzəsi, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.